Neftçi yeni ildə ilk qələbəsini qazandı. Abu Dabidə Çempionlar Liqasının iştirakçısı Qazaxıstanın məşhur Kayrat klubu üzərində 3-0 hesabı ilə qələbə əldə etdi. Oyundan qabaq da hər iki məşqçi danışmışdı ki, oyunu göstərmirik və sadəcə olaraq bu yoldaşlıq oyunudur, özümüzü yoxlayırıq. Yuri Vernidub üçün bu oyun Azərbaycan çempionatına hazırlıqdır. Qayrat isə Çempionlar Liqasında 2 oyunu qalıb, o oyunlara hazırlaşır. Qolları Ağadaş Salyanski, Vensan Abubakar və Murad Məmmədov vurdular. Özdə maraqlıdır ki, 3 qolun 3'ü də ikinci hissədə vuruldu əvəz etmələrdən sonra. Düzdür, belə oyunlarda yoldaşlıq oyunudur da, əsas heyət deyil. Əsas oyuncuların hazırlığıdır ki, baş məşqçi bütün futbolçuları gözdən keçirir və o özü üçün vacib olan qeydləri eləyir. Yuri Vernidub nə qeyd etdi bilmirəm. Özdə oyundan sonra da oyunun haqqında heç danışmadı da. Bizə onun danışması lazımdır. Bizə nə lazımdır? Yanvarın axırı inşallah Neftçi Abu Dabidən qaydanda maraqlı oyununu göstərsin. İnşallah.